Hörmətli izləyicilər, Gəncə şəhərindən, Hacıkənd qəsəbəsindən yenə həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bunu çəkən həvəskar çəkiliş aparan şəxs qeyd edir ki, ərazidə nə qədər deməli qazilərə, şəhid ailələrinə və sair az təminatlı ailələrə məxsus olan obyektlər varsa hamısı sökülür və qeyd edirlər ki, bu işi elətdirən Hacıkənd icra nümayəndəliyinin sədridir və o qeyd edir ki, güya deməli göstəriş mərkəzi hakimiyyət orqanlarından gəlib. Ancaq biz buna şəxsən inanmırıq, çünki əksinə dövlət başçısı başda olmaqla mərkəzi hakimiyyət orqanları həmişə az təminatlı ailələrin işlə təmin olunması, onlara şərait yaradılması, qazilərin, veteran ailələrinin, şəhid ailələrinin güzəranın yaxşılaşdırılması istiqamətində onlara iş yerlərinin, torpaq sahələrinin, obyekt yerlərinin verilməsi ilə bağlı mütəmadi olaraq göstərişlər verir. Görünür ki, burada başqa oyunlar baş verir. Eyni zamanda qeyd edirlər ki, icra nümayəndəsi bir qazinin də üstünə hücum çəkibdir. Əlbəttə ki, biz hörmətli icra nümayəndəsinin fikrini səsləndirməyə hazırıq. Buyursun, o da açıqlama versin ki, bu məsələlərin üstünə aydınlıq gəlsin. Yayımı bəyənin, paylaşın, kanalımıza abunə olmağı unutmayın.